Salam aleykum, mən də salamlayıram hər kəsi və qatılıram təbriklərə. Rəşad qardaşımızın bugün 3 ili ayıqlığı tamam olur və inanıram ki, bu ayıqlıq onda əbədi olacaq. Bir şey vurğulamaq istəyirəm ki, elə qardaşlar da dedi bu mövzu ilə əlaqədar. Reabilitasiya mərkəzi, yəni digər müalicə metodlarından fərqli olaraq təkcə istifadə elədiyimiz maddələri, istəyir bu alkoqol vasitələri olsun, istəyir narkotik və yaxud da qumar, təkcə bunu dayandırmaqla kifayətlənmir. Həyatımızı daima inkişafa, irəliyə doğru aparan bir proqramdır bu. Və bu proqramı keçib, bu proqramla sağalan insanlar həyatının bütün sahələrində uğur əldə edirlər. Yəni, bu mütləqdir. Bunun da elə canlı nümunəsi Rəşad qardaşımızdır. Bu 3 il ərzində böyük uğurlara nail olub. İstəyir bioloji sferası o gəldiyi gün, yəni vurğuladı Ceyhun müəllim yaraydı, yəni distrofikdən əziyyət çəkirdi, yəni çəkisi həddən artıq aşağı idi. Psixoloji durumu yəni çox yaxşı vəziyyətdə deyildi. Bu gün əlhəmdülillah həm psixoloji danışığı istər-istəməz narkotik böyle 14 yaşından narkotik istifadəçisi idi və küçə həyatına meyilli idi. Gəldiyi günlər mənim indi kimi yadımdadır. Yəni 2 kəlməsindən biri küçə sözlərindən, söyüşlərdən istifadə edir. Bu günləri çox mədəni şəkildə, yəni 2-3 dənə institut qurtarmış insan kimi danışır, hər bir kəslə rəftarında, ünsiyyətində və ondan əlavə iş sferasında bizlə çalışır, yəni işində çox məsuliyyətlidir və maşallah olsun ki, ailə qurub, mən deyərdim ki, Rəşad qardaşımız nümunəvi sağalmaqdan əlavə, nümunəvi bir oğuldur bu dəqiqə valideyni üçün, nümunəvi bir qardaşdır öz qardaşı üçün, nümunəvi ailə başçısıdır, nümunəvi dostdur və nümunəvi bir kolleqamızdır, iş yoldaşımızdır. Bərabər çiyin-çiyinə bu günləri bu sahədə çalışırıq. Rəşad qardaşım, fəxr edirəm sənə. İkincidə mən minnətdaram Mahmud qardaşımıza. Mahmud qardaşımız, yəni bizim reabilitasiya mərkəzinin ilk nümayəndəsi olub sağalan. Mən bir anlıq apardı 4 il əvvələ təxmini ki, mən gələndə Mahmud qardaşımız artıq öndə gedən sayılırdı. Mənim üçün böyük bir motivasiyası olub o insanın, yəni mən heç vaxt unutmaram. Məndən yaşda gənc olsa da, mən məsələn gördüm də bir gənc bir insanın sağalma